Məsbə xanım, xoş gəlmisiniz. Xoş gördük. Biz hamımız sizi Məsi kimi tanıyırıq. Ona görə icazənizlə mən də sizə Məsi deyəcəm. Buyurun. Necəsiz? Necə gedir işləriniz? Yaxşıyam, yaxşı gedir şükür. Hər şey qaydasındadır. İlerləyirik yavaş-yavaş. Hər kəs sizi make-up ustası kimi tanıyır və həmçinin də bloger fəaliyyətindən məşğulsunuz. Bloger deməzdim də influencerluq. Çünki onların arasında böyük bir fərq var. Ona görə mən həmişə deyirəm ki, mən bloger deyiləm. Sadəcə olaraq influencerluq edirəm, bəli. Hansı sahəni daha yaxın görürsüz özünüzə? Əlbəttə ki, make-up'ı. Çünki mənim sənətim budur, işim budur və mən artıq 9-10 ildir bu işin içindəyəm. Ona görə mənə əziz, doğma, nə bilim, yəni sevdiyim işi görürəm də belə deyək. İnfluencerluq isə sadəcə olaraq belə deyək də bir məşğuliyyətdir. Yəni o səhər olmaya da bilər. Amma mənim sənətim hər zaman var. Qadınlar var olduqca mənim də işim var. Bəs hansı daha çətindir? Əslində hər ikisi də çətindir. Çünki hər ikisində insanlarla kontaktda olursan, fərqli-fərqli insanlar tanıyırsan. Yəni mən bu işlədiyim illər ərzində çox fərqli insanlarla tanış olmuşam, fərqli psixologiyada, fərqli düşüncədə. Ona görə də hər ikisini aparmaq çətindir. Hər ikisi belə deyək, vaxt tələb eləyir, səbir tələb eləyir əslində. Ona görə də deməzdim. Mənə görə ümumiyyətlə bütün peşələr, yəni özünə görə çətinliyi var. Asan bir iş yoxdur. Amma hər iki peşə belə düşünürəm ki, sizi bir məşğulluğa apardı. Yəni tanınan bir insan kimi oldunuz. Və bir çox qızlarımız bilirsiniz ki, gənc qızlar buna can atırlar. Tanınmış olmaq, peşə ilə və yaxud sadəcə şəxs olaraq necə görürsüz bunu? Tövsiyə edirsinizmi bunu gənc xanımlara? Doğru edirlərmi? Və yəqin ki, izləyirsiniz gəncləri də. Əlbəttə ki, izləyirəm. Yəni lazım onda dəstəkdə oluram. Məsələn, yazıb soruşurlar ki, necə eləyək? Tutaq ki, və ya make-up artist olmaq istəyirəm və yaxud da mən də influencerluq eləmək istəyirəm sırf makyaj üzərindən. Yəni belə suallar çox olur. Əlbəttə ki, dəstəkləyirəm. Çünki mən özüm də ilk influencer olmamışam. Make-up artist olmuşam. Belə deyək də biz o vaxtın dinləti parikmaxır. O vaxt elə idi. İndi make-up artist adlanır. Mən başlayanda heç vaxt fikirləşməzdim ki, mən nə vaxtsa tanınaram bir make-up artist kimi və yaxud da belə bir məqsədiniz yox idi. Yox, heç yəni düşünməmişəm. Mən düşünürdüm ki, yəqin ki, başlamışam, həvəsim var idi. Necə həvəsim var idi? Yadımdadır, uşaq vaxtı mamalarımızın balaca bir kaşlyoku olurdu. İçində də bir pomada, bir göz karandaşı olurdu da, yəni. Və mən onu bütün nəslin üzünə vururdum da, yəni. Hara gedirdim, dedim ki, onlar sənə makyaj eləyim, onlar sənə bəzəyim. Mən bəzəyim deyirdim. Onlar sənə bəzəyim. Nəsə onu ora çəkirdim, bunu bura çəkirdim. Çox həvəsli idim. Amma eyni şəkildə də təhsilimdə də çox yaxşı idim. Yəni əlaçıydım, oxuyurdum. Sadəcə olaraq vəziyyət elə gətirdi ki, belə deyək də, atam dedi ki, yox, sən universitet oxumayacaqsan. Çünki səni kim aparacaq, kim gətirəcək? Mən evin tək övladıyam. Yəni bacım, qardaşım yoxdur. Ona görə məni oxumağa belə deyək qoymadılar bir sözlə və mən 9-cu sinifdən, yəni yarı təhsil alaraqdan bitirdim. Prosta orada xahiş elədim. Dedim ki, onda mən parikmaxır olmaq istəyirəm. Yəni mən necə var elə danışmaq istəyirəm onu. Mən parikmaxır olmaq istəyirəm. Bu bir hər atam razı saldılar və mən parikmaxır olmağa başladım. Bir də burada təbii ki, dəstək söhbəti var. Valideyn dəstəyi önəmlidir çox. Məsələn, mən nəyəsə əl atırdım. Mənim həmişə atam deyirdi ki, sənlik deyil. Sən bacarmarsan, sən eləyə bilmərsən. Bu daha çox mənə biraz belə şeylərdir. Necə deyirlər, hikkələndirirdi. Yəni mən sırf o hikkəmin ucbatına gəlib bu yerə çıxmışam da. Bəlkə də əvvəl çox əsəbləşirdim atama buna görə, amma indi təşəkkür edirəm ki, nə yaxşı ki, o mənə o dəstəyi verməyib və mən bu yerə gəlib çıxmışam. Bəlkə də dəstəyi versəydim, mən sadəcə olaraq gedib hansısa universiteti bitirib, yəni hardasa bir bankdan işləyirdim, hansısa bir başqa bir fəaliyyətim var idi. Bəlkə də bu qədər uğurlu olmayacaqdı. Uğurlu olmayacaqdı mənim üçün. Amma hal-hazırdakı olduğum yer, gördüyüm iş, yəni bunu mən çox sevirəm, sevərək eləyirəm, bezmədən, yorulmadan. Ona görə sonradan fikrimi dəyişib ona təşəkkür elədim içimdəki. Yaxşı ki, yəni mənə o şeyi stimulu verib. Mənə deyib ki, sən bacarmarsan. Yəni onun hesabını mən bacarmışam. Ona görə qızlar mənə yazanda mən həmişə deyirəm ki, əgər özünüzdə bu potensialı görürsünüzsə, nə isə təqdim eləyə bilirsinizsə, əl qabiliyyətiniz varsa, bunu eləmək heç kəs, yəni belə deyək də, doğuşdan istedadlı doğulmur və yaxud da ki, doğuşdan nə bilim vizajist olaraq doğulmur. Hər kəs bir pilləni keçir. Bir zaman aşı var ki, onu keçməlisən. Yavaş-yavaş, əlbəttə mən də sıfırdan başlamışam. Yəni özüm tək başına. Ona görə də hamıya da eyni, bütün qızlara da eyni şey deyirəm ki, yazan, istəyən ki, gedin. Yəni eləyin. Belə deyək də, yoxlamaqdan heç nə
itirməzsən. Əlbəttə ki. Daha da qabağa gedərsən. Görsən alınmır, okey, sahibi dəyişə bilərsən. Amma alındıra da bilərsən. Zaten elə insanlar tanıyıram ki, misal üçün heç sahəsi olmadığı halda tamamilə başqa bir sahə, bank işçisi olub, amma gəlib məsələn mənim yanımda dayanıb vizajisti öyrənib hal-hazırda vizajist işləyir. Yəni belə insanlar da var. Yəni bu hamının edə biləcəyi bir şeydir. Təbii ki, istəyirsə. Yəni yəqin ki, biraz lazımdır. bacarıq da burada rol oynayır. Hardasa amma bu dəqiqə hal-hazırda bunu biz deyə bilərdik 10 il öncəsi üçün və hardasa biraz da 5 il öncəsi üçün, amma indi hal-hazırda yox. Çünki o qədər inkişaf edib ki, hər şey. Yəni bir insan oturub YouTube-da da baxıb make-up öyrənə bilər. Yəni texnikanı o qədər gözəl göstərirlər. Əvvəl heç kəs texnikasını paylaşmırdı. Heç kimə bildirmirdi elədiyi sirrini. Məsələn, elə bir şey eləyirdi ki, sən onu evdə özün eləyə bilməzsən. Sırf həmin adam bilirdi onu. Amma indi elə deyil. İndi hər kəs öz texnikasını paylaşır, içindən daxil. Məsələn, canlı açıram Instagramda, makyaj eləyirəm. Deyirlər ki, biz bunu vururuq, belə olmur, belə alınır. Mən dərhal onlara deyirəm ki, siz bunu səhv eləyirsiniz. Belə yox, belə eləsəz alınacaq. Deyirlər ki, biz elədik, alındı. Şimdi mən artıq texnikanı onlara ötürmüş oldum. Çünki bilirsiniz niyə mən 35 yaşım oldu və mən indi makyaj etməyi Bu arada gözəl eləmişsiniz makyajınızı. Bəyəndim. Ən çox sizin baxışınızda qorxurdu ki, çünki səhvləri dərhal görəcəksiniz. Amma bir şey də var, bunu da istəyirəm, fikriniz çox önəmlidir. Məsələn, məsləhət alırlar, soruşurlar, gənclər dediniz. Belə bir düşüncəm var, bu mənim öz düşüncəmdir, bilmirəm nə qədər haqlıyam. Məsələn, bizim yaşlarda, bizim dövrlərdə gənclər, elə qızlar əsasən, biz biraz başqaydıq. Məsələn, bizim istədiyimiz bir şey var idisə, biz özümüzü öldürərdik. Görürsüz, hətta bizə valideynimiz nəsə qadağa eləyəndə biz ona başqa bir alternativ təklif eləyirdik ki, okey, qoymursan oxumağa, buna mənə icazə ver, bu şəraiti yarat. Yəni bir belə türklər demiş bir çaba göstərirdik, bir necə deyim, məqsədimiz var idi. Amma indi gənclər uğursuzluqlarını bir şeyə söyküyür. Məsələn, atam qoymadı deyə mən də neyniyim, işləmirəm də, mən də heç bir işim, məşğuliyyətim yoxdur və yaxud da mən də alınmır, mən necə öyrənim, 2 dəfə baxdım YouTube-da, mən də alınmırsa, alınmır. Rastlaşırsınızmı belə şeylər? Çox tez həvəsdən düşürlər, çox pis bir şeydir həqiqətən də. Çünki mən özüm elə olmamışam. Yəni mənim atam heç nə icazə verməyə, mən gizlin gedib işləmişəm, pul qazanmışam, maaş almışam ki, öz istəklərimi həyata keçirdim də. Yəni mən səhər 7-də evdən çıxıb işə gedib, axşam 6-da gəlmişəm. Məsələn, mənim atam bilməyib. Bəlkə də hardasa bunu görsə gerçəkləri indi öyrənmiş olacam. Yəni, bir ailədə münaqişəyə səbəb oldu. Yox, həqiqətən də yəni mən çox çaba göstərmişəm. Atam buna icazə verməyib. Okey, bunu eləyim. Çünki mənim atam çox bərk sıxan olub həqiqətən də. Xasiyyəti çox tünd olub. Bu arada mən biraz bürclərə takıntılıyam. Əqrəb bürcü olub. Yəni mənim dediyim dedikdir də. Yəni bunu burdan tərəfə mümkün deyil. Amma mən ona rəğmən belə deyək də savaşmışam onunla. Əməlli başlı. Onunla savaşa artıq məsələn bir yerə gəlib çıxmağa, yəni çıxmışam da. Amma indiki gənclərdə məsələn deyirsən ki, mənim olur tələbə gəlir yanıma, bir dəfə eləyir, 2 dəfə eləyir, alınmır. Görürəm ki, səhər gəlməyib. Sən deyirəm ki, niyə gəlməmisən? Mən dünən özümdən razı qalmadım, mən istəmirəm artıq gəlmək. Deyirəm, dur, gəl. Eləyəcəksən, bacaracaqsan. Mən deyirəm, mən də elə başlamışam. Oturub ağlamışam məsəl üçün, bacarmayanda, eləyə bilməyəndə ki, mən bunu niyə eləyə bilmirəm, amma eləməliyəm. Məcburam. Daima özümü gəlişdirmişəm və 9 ildir işləməyimə rəğmən hələ də gəlişdirirəm. Hələ də otururam, baxıram, axtarıram. Hansısa bir master klasa gedirəm. Yəni düşünmürəm ki, mən artıq pro make-up artistəm də. Mənim nəyimə lazım hansısa bir ustanın gedib əlinə baxım. Yox, mən yenə də öyrənməliyəm. Çünki hər şey yenilənir. Hər mövsüm başqa bir trend olur və biz ona uyğunlaşmalıyıq. Və bizə gələn müştəri belə kütləsi də onu bilir. İndi məsələn tutaq ki, belə deyək də mən bu çayı içirəm və bilirəm ki, bu çay hansı markanın çayıdır da. Amma xəbərim yoxdur tərkibindən. Prosta adını bilirəm, tanıyıram ki, reklam eləyirlər də, yəni bunu. Mən gəlib bundan istəyəcəm. Amma bilmirəm, bəlkə də dadsızdır bu çay. Amma sırf onun adı var və marka olduğuna görə mən gəlib ondan tələb edirəm və biz bu tələblərə uyğunlaşmalıyıq. Yəni biz buna məcburuq. Ona görə də o gənclər ona görə sırf həvəsdən düşürlər ki, mən bunu eləyə bilmədim, demək yenə eləyə bilməyəcəm. Elə bir şey yoxdur. 1 dəfə, 3 dəfə, 10 dəfə, lazım gəlsə 20 dəfə. Amma əgər istəyirsənsə təbii ki, burada istək mütləqdir. Yox, istəmirsə sırf məsələn məşhur olum deyənə, yəni tez bazar da öyrənim, tez müştəri bassın məni, elə bir şey yoxdur. Və yaxud da influencer olmaq istəyirəm, tez markalarla işləyim, elə bir şey yoxdur. Ancaq bu zaman tələb edən bir şeydir. Zamanla sən 1 ili, 2 ili, 3 ili alacaq.
İlk öncə həmişə deyirəm, sən adıva işləməlisən. Sonra adın olsa sən işləyəcək. Yəni bir növrəsi olmalıdır çünki birdən-birə. Əlbəttə ki, mütləq bir növrə olmalıdır. Bir insanın gördüyü işə sevgisi və həvəsi olmalıdır. Yoxdursa, yəni o mümkün deyil də. Məsələn, mən həmişə istəyirlər həkim olum. Çünki bilərəm, bibim həkim, əmilərim həkim falan filan. Həmişə istəyirlər ki, həkim olum. Amma mənim heç vaxt həkimliyə həvəsim olmayıb. Yəni onu mənə nə eləsələr də mən gedib onu oxuyub öyrənə bilməzdim. Mənim həvəsim rəssamlıq idi, nə bilim, bir şeylər yaratmaq, bir şeylər düzəltmək idi. Ona görə də bu həvəs, bu sevgi məni gətirdi, bu işə çıxartdı. Və hal-hazırda da yəni 9 ildir bezməmişəm. İnanıram ki, bundan sonra da bezməyəcəm. Yəni xanımları gözəlləşdirməkdən. Bəs nə idi o stimul ki, bu qədər vuruşdunuz bu iş üçün? Sırf pul qazanmaq sevgisi idimi? Özünü ifadə etmək sevgisi idi? Bəlkə də azadlıq idi. Çünki xanımlar çox vaxt işləməyi bir azadlıq simvolu kimi görürlər ki, işə gedib gəlirəm. Yoxsa bir o içindəki potensial idi ki, deyirdi artıq bir şeylər elə. Nə ilə əlaqələndir? Mən məktəbdə oxuduğum vaxtda yadımdadır, harasa bir 4-5-ci sinifdə falan. Mən həmişə mamama deyirdim ki, mən böyüyəndə məşhurlarla işləyəcəm. Amma bu, yəni beynimdə heç bir fikir yox idi, necə işləyəcəm. Məşhurla necə işləyəcəm, prodüsermi olacağam, menecerimi olacağam. Yəni bunlar haqqında heç bir fikrim yox. Beynimdə sadəcə bir fikir var idi. Mən məşhurlarla işləyəcəm. Məşhur olacağam da demirdim. Anam da mənim dedi ki, nə işləyəcəksən sən məşhurlarla? Nə edəcəksən belə elirdi. Dedim, bilmirəm. Amma mən, yəni içimdə bir his var ki, mən məşhurlarla, mən həkim olmayacağam. Nə o dedim? Mən həkim olmayacağam. Mən məşhurla işləyəcəm. Elə yavaş-yavaş. Sonra bu make-up eləməyə baxırdım. İndi yəni kimdən stimul almışam? Şəfəq Novruzdan. Yəni bunu deməkdən heç vaxt çəkinmirəm. Yəni həmişə onun verilişinə görə məktəbdən qaçırdım. Əlaçı bir uşağım, dərsdən qaçma şeyi var idi, bir problemi var idi. Eyni gün, eyni saatda mən dərsdən qaçırdım. Amma nümunəvi şagird idim də. Yəni direktor falan hamı bilirdi ki, mən çox yaxşı oxuyuram. Amma mən 4-cü günlər saat 4-ün yarısı dərsdən qaçmalıydım. Artıq orada qapıçı ilə də anlaşmışdım. Yəni hər dəfə ona pul verirdim ki, mənə burax, mən qaçmalıyam. Niyə? Çünki şəfəqi göstərəcəklər, orada makyaj eləyəcək və mən ona baxacam. Ona baxmaqdan ötürü mən dərsdən qaçırdım. Bir dəfə çağırdılar valideynimi məktəbə ki, yəni biz sizi heç vaxt çağırmamışıq da. Bizə maraqlıdır ki, bu uşaq niyə bu vaxt dərsdən qaçır? Bu səbəbini bilək. Əgər normal bir şeydirsə biz onu özümüz buraxaq, qaçmasın da, yəni problem yaranmasın. İcazə verin. Şimdi mənim də anam izah elədi durumu ki, belə-belə gəlir verilişə baxmağa görə qaçır hər həftənin falan günü dərsdən. Və mən həmin xanımla almışam o stimulu. Onu çox bəyənirdim. Onu özümə artıq kumir seçmişdim. Ki mən də böyüyəndə onun kimi olacam. Onu görməkdən ötürü can atırdım da. Sonra iş elə gətirdi ki, elə mən onun salonuna getdim. Orada köməkçi dayandım, öyrəndim, özünü gördüm. Daha sonra özü mənə iş təklif elədi. Yəni bu şeylər hamısı sırayla gəldi. Amma bu mənim illərimi aldı. Yəni bu mənim üçün 1 ilə başa gəlmədi, 3 ilə başa gəlmədi. Baya-baya illərimi aldı da. Və bir də təbii ki, yenə də qeyd etmək istəyirəm, atamın o şeyi ki, sən bacarmarsan. Yəni mən çox hissli olmuşam həmişə də. Mənə məsələn kimsə nəyisə deyəndə ki, sən bacarmarsan, o mənə çox pis təsir edir. Deyirəm ki, niyə bacara bilmərəm? Mən də sizin kimi normalam. Əgər bir insan bir zirvəyə qalxa bilirsə, yəni mən də qalxa bilərəm, sən də qalxa bilərsən, digər bir X şəxs də qalxa bilər də. Məni ən çox tetikləyən oldu. Atamın mənə o dediyi söz ki, sənlik deyil, sən bunu bacarmarsan, sən eləyə bilmərsən. Oturduğun yerdə. Bu sözlər mənə həqiqətən də psixoloji təsir edirdi və ondan sonra dedim ki, yox, mən eləyəcəm. Yəni nə bahasına olur olsun, eləyəcəm ki də elədim. Yəni elədiyimə də peşman deyir. Yapdıqlarım üçün pişman deyiləm, aklıma yapamadıqlarım da misal var o məsələ. Ona görə də indiki gənclərə də həqiqətən demək istəyirəm ki, əgər bir şey eləmək istəyirsinizsə, söhbət bu bizim sahədən getmir. Biri aktrisa olmaq istəyir, biri müğənni olmaq istəyir. Yəni fərqli. Yəni bunun arxasınca getmək lazımdır. Bu boş bəhanədir. Atam qoymadı, anam şey eləmədi. Yəni bunlar boş şeydir. Yəni mənim də məsələn atam mənə maliyyə cəhətdən kömək eləmirdi də işləmək üçün. Amma mən gedib özümü iş tapıb işləyirdim və o şəraiti özüm üçün yaradırdım. Mən də şunu deyirəm ki, ata-ana da görəndən sonra ki, səndəki o həvəsi, səndəki o bacarığı, onların da elə bir sınağından keçməlisən. Onlar da görməlidir ki, sən nə qədər öz məqsədin arxasınca gedənsən. Bəlkə də onlar fikirləşirlər ki, sən bu müvəqqəti bir həvəsdir. Yəni sən bunu səhəri gün, bir gün, 2 gün məşğul olacaqsan. Çünki mən elə olmuşam. Məni demək olar ki, bütün sənət yerlərinə yazdırıblar. Nə bilim, rəssamlığa getmişəm 3 gün, toxumacılığa getmişəm 2 gün. Nə bilim, pianoya getmişəm 1 gün, hər şeyə yarım yamalaq qoymuşam da, hər şeyi. Nə bilim, dərziliyə getmişəm 2 gün, baxmışam, ayda yox, mənlik deyil, həvəsim yoxdur. Çünki o şeylərə heç birinə həvəsim olmayıb. Sadəcə məşğuliyyət olaraq məktəb vaxtı kurslar var idi o vaxtları. Mən də qoşulub gedirdim ki, məsələn, mamam dedi ki, get ona qoşul, get. Bəlkə dərzi olarsan. Bir şey axtardılar da mənim üçün ki, nəsə bir sənətim olsun əlimdə də. O vaxtda bir şey var idi, psixologiya.
qızın geri əlində sənəti olsun. Bəli. Yəni demirdilər ki, qız səhər ola bilər oxuyub bank müdiri də ola bilər. Nə bilim, hər hansısa bir firma müdiri də ola bilər, şirkət müdiri də. O şeyləri düşünmürdülər. Təbii də biz yəni köklü Bakılı olduğumuza görə bu vəbşi dəhşət bir şey idi bizim ailəmizdə. Yəni hər şey detallı olaraq fikir verilirdi. Ona görə də yəni deməyim odur ki, uzun sözün qısası mütləq çaba göstərmək lazımdır. İstədiyin iş üçün çabalamalısan. Başqa Amma belə başa düşdüm ki, bu yolda dəstəkləyən olmadı sizi. Öncədən yox. Yəni öncədən. Sonra uğurlu olandan sonra hər kəs qoşuldu. Təbii ki, olmasa artıq çox itmiş qohumlarım üzə çıxdı. Yavaş-yavaş məni işləmək istədilər. Təbii ki, mən onlarla işləmədim. Çünki mənə lazım olan vaxtda münasibət də dəyişdi, deyilmi? Daha hörmətli olursan. Hə, avtomatik olaraq dəyişir. Məsəl üçün mən əvvəl gedirdim hansısa bir qohum gilə qonaq, burada otururdumsa, indi gedəndə masanın yuxarı başında otururam. Amma bu çox pis şeydir. Yəni bunu heç sevmirəm, bunun olmağını. Yəni insana fərqi yoxdur. Hansı kateqoriyada olur olsun, yerində hörmət qoymaq lazımdır. Yəni qalxandan sonra, bir xüsusi şəxsiyyət olandan sonra yox. Hər kəs o hörmətə layiqdir. Yəni elə sən əvvəldən də onu masanın başında otuzdurursansa, sonuna qədər getməlisən. Yoxsa məsələn mən tanımırdım, otururam burada, səhər gün orada oturacam, elə bir şey yoxdur. Yəni bu çox pis bir şeydir və bunu heç sevmirəm və məni orada otuzdurmaq istəyən insanlara da deyirəm ki, mən burada yerim rahat. Mən elə həmişə o burada oturmuşamsa, indi də yəni mən burada rahat elə burada oturacam. Bəli. Xoş deyil o davranışlar. Çünki bilirsən nəyə görə sən orada oturursan hal-hazırda və əvvəl nəyə görə burada otururdun. O məsələlər var. Çünki sən onu qavrayırsan. Qavramayan insan da ola bilər olsun ki, o ona xoş gəlsin ki, mən masada yuxarı başda otururam. Egosu tatmin olur. Aynen, egosu tatmin olur. Amma məsələn mən onu sevmirəm. Mən bilirəm axı sən əvvəl məni niyə aşağıda otuzdurdun, indi yuxarı başda otuzdurursan. Onu bildiyim üçün də mən onu özümə sıxışdırmıram. Ehtiyac yoxdur. Elə əvvəl necə idisə, indi də elədir. Bu qədər yəni. Bəs əksinə olan oldu mu? Tutalım, uğur qazanandan sonra olan insanlar, yanınızda olan insanlar, hansısa bir uğursuzluq zamanı yanınızda olmadı və yaxud da əksinə imtina etdi sizdə hansısa bir hərəkətinizə görə, sözünüzə görə və yaxud da uğursuzluğunuza görə? Yox, elə bir şey yaşamadım. Əksinə, heç, yəni qəti elə dost itirməmisiniz. Yox, elə barədə dost itirməmişəm. Yəni o şeydə ki, mən qalxdım həmin dostlarımı. Çünki mən o şəraiti məncə yaratmamışam. Mən illərlə, yəni sinif yoldaşlarım var ki, mən onlarla indi münasibətim qayət normaldır, danışıram. Nə yazırlar, dərhal cavab verirəm. Yəni yetişməyə çalışıram onlara. Çünki onlar mənim o vaxtımda da yanımda olublar. İndi də yanımdadılar, indi də yazırlar. Mən durub onlara qarşı onu eləyə bilmərəm də ki, onda yaxşı idi aramız. İndi mən tanınıram, sizi saymırammış kimi. Yox, onu eləyə bilmərəm. Ona görə mən özüm də o şəraiti yaratmamışam ki, onlar məndən uzaq düşsünlər. Yəni kim mənə yazırsa dostlarımdan, sinif yoldaşlarım olsun, qohumlarım olsun falan. Yəni necə ki əvvəl yanımdaydılar, indi də yanımdadılar, eyni münasibətdəyim. Dəyişən heç nə yoxdur. Məşhurluq o demək deyil ki, məşhurluq da deyəndə yəni mən Rihanna deyiləm. Zaten bir kütlə var ki, tanıyır məni. Amma o demək deyil ki, mən belə deyək də o şeydən, çərçivədən çıxmalıyam. Məşhur ola bilərsən, çox da tanına bilərsən, okey. Amma hər şeyin öz yeri var. Çünki bizim insanlarda belə bir kompleks var. Onlar üçün biraz tanınmaq artıq çox şey dəyişdirir. Bəlkə də özlərində o kompleks olub ki, tanınsın. Ümumiyyətlə tanınmaq çox şey dəyişir. Bəzən pisə, bəzən yaxşıya. Yenə də düşünürəm, çox süni bir münasibətlər yaranır ondan sonra. Əlbəttə ki, süni münasibətlər yaranır. Gənclər də soruşanda, məsələn, öz qızım üçün də o qədər tanınmağı arzu eləmərəm. Çünki insanlar sənə artıq səmimi yanaşmır. Bir çox varlı olanda səndən heç kəs səmimi deyil. Bir də tanınanda heç kəs səndən səmimi deyil. Amma istisnalar var da təbii ki, istisna insanlar var həqiqətən ki, baxırsan ki, məşhurluğun məsələn pik həddindədirlər, amma adi bir insanlar necə davranırlar, necə rəftar edirlər. Nadir hallarda olur. Hə, olur. Nadir. Yəni mən rastlaşmışam həm eləsindən, həm beləsindən. Yəni o beləsindən olanlardan təbii ki, uzağam. Yəni heç olmasın ətrafımda olmağımdansa. Amma məsələn mənim bir öz dost çərçivəm var, hansı ki, yəni mən qıraqdan şey görsənir hər kəsə. Bunlar eqoldular. Yəni bizə elə şey yanaşırlar. Mən yol gedirəm. Olanda kimsə deyirlər eqoldur. Mən bilməm o nə etməlidir ki, sadə görsün. Mən yol gedirəm və fikirliyəm, nəyisə fikirləşirəm də və mən normal olaraq yol gedirəm.
Mənə məsələn izləyici yazır ki, sizi gördüm yolda, çox özünüzdən razı gedirdiniz. Qurban olum, mən yol gedirəm. Mən hər yolda gedən adamın üzünə gülsəm, mən deyir ki, bu dəlidir. Nəyə gülür? Yəni mən normal olaraq fikirliyəm və yol gedirəm. Əgər məsələn məni görüb salam vermək istəyirsən, salam versəm mən səndən çox xoş rəftar eləyəcəm də. Amma mən oturub hamının yol gedə-gedə üzünə baxmıram ki, mən də insanam, min dənə şey fikirləşirəm beynimdə, iştahsızca gedirəm. Yəni üzümdəki ifadə normal ifadədir əslində. Sadəcə onu bizə eqolu kimi şey eləyirlər, yanaşırlar ki, eqolosuz, özündən çox razısız. Mən o birisindən əlaqələndirirəm. Bəzən insanın əlçatmaz olması onu sanki onun necə deyim, məsələn, nəslinin əlçatmaz olması mənim üçün mənə elə gəlir ki, bu sizin seçiminizdir ki, siz əlçatmaz olasınız. Nə mənada? Biz əlçatmaz deyilik. Əlçatmazı deyim nə mənada? Sırf özünüz yox. Məsələn, sizin getdiyiniz yol, uğurlarınız, əldə etdikləriniz bir kimsə üçün əlçatmaz olanda tutalım. Elementar bir şey deyəcəm. Kameranın önünə çıxıb nəsə danışmaq hər adamın işi deyil, düzdürmü? Cəsarət tələb eləyir. Mən bunu bacarmıramsa, baxıram başqasında, düşünürəm ki, buna bax. Necə özündən razıdır, rahat-rahat eləyir onu, rahat-rahat danışır, gülür. Kibirə girir də, yəni bu. Hə, eynən. Amma və kibirə gedir. Sadəcə düşünmək lazımdır ki, bu onun üçün necə əziyyətli bəlkə də bir yol idi. Şəxsən mən özüm ilk videomu paylaşanda mən 1 ildən sonra paylaşdım onu. O qədər utanırdım, çəkinirdim. Üzərimdə o qədər işləyirdim ki, yox burada nə var ki paylaş, yox. O qədər çək-çevir eləyirdim. Neçə dəfə onu biz silirik, yazırıq təzə-təzə paylaşanda, deyilmi? Yenidən montaj eləyirik, özümüzü bəyənmirik. Yəni insanlara sadəcə elə gəlir ki, hə, buna bax. Eynən. Məsələn, biz də adi, mən bir story çəkib bir məlumat vermək üçün o story-ni 100 dəfə çəkib silirəm. Burada belə dedim. Ay, burada bu çığ dedi. Burada səhv sı oldu, düşdü. 100 dəfə çəkirəm, silirəm, amma yenə də səhv tapırlar. Yenə də səhv tapılır, hə. Məsələn, maksimum qrammatik şeylərə fikir verməyə çalışıram. Yəni onun üstündə işləyirəm. Bir story nədir ki, 1 dəqiqəlik bir şeydir də. Ona görə mən bir yarım saatımı sərf edirəm. Orasını düzəldirəm, burasını düzəldirəm. Ay, bu belə oldu, ay belə oldu. Amma bu qıraqdan necə görsən, nə deyib dəstur çəkib paylaşdıq. Mənə də birdən deyirlər ki, gənc qızlar xüsusən ki, nə var o işlərdə işte, nə var influencer olmaq, nə var bloqya. Deyirəm, bir dəfə sadəcə marağa nəsə çək, danış, paylaş. Gör neçənci dəfədən sonra alınacaq. Biz mən çəkilişlər edirəm də çoxlu və buna çox saatlarımız gedir də. Nə bilim 10 saat, 15 saat, 2 gün xərclədiyimiz bir məsələn videomuz olub da, make-up videosu çəkmişəm. Mənim 20 saat üzərində işlədiyim videodan çıxardığım video cəmi olur 1 dəqiqə və yaxud da belə deyək də 30 saniyə və onun altında gələn şərh. Mən və story paylaşmışam ki, məsələn 20 saatlı çəkiliş eləyirik, axırı bitdi, biz yorulduq falan. Həqiqətən, yəni komanda işləyibdi orada da. Story bunu paylaşmışam ki, səhər saat 6-dır, mən evə gedirəm, bitdi çəkiliş. Səhər və axşam mən o videonu paylaşıram və altına gələn komment. 20 saatdır bunu çəkirsiniz. Yəni insanın əziyyəti bu hamıya aid deyil. Bir kütlə var. Bəli, sırf o şey kütlə, o işlə məşğul. O işlə məşğul, linç kütləsi var. Ki ümumiyyətcə istər influencer olsun, istər bloger olsun, istər tanınan simalar olsun, bunlara qarşı xüsusi bir nifrətləri var. Ki bilinmir o nifrət nədən doğur, niyə belə bir şey eləyir. Yəni düşünəndə ki, bunu sən də eləyə bilərsən. Yəni bu influencerlıq olsun, bu vizajistlik olsun, nə bu şeyi sən də bacara bilərsən. Öz üzərində işləsən, mənə o verdiyin şeyin 2-nin yerinə o dəqiqələri özünə xərcləsən, sən də eləyərsən. Və sənin vaxtın qalmaz oturub mənə nəsə artıq bir şey yazmağa. Amma o ego da var, kimisə özünə nümunə görmək. Baxın necə rahat dediniz ki, mən kumirim var idi. Bunu hər adam qəbul eləmir. Hə, mənim hətta məşhur olandan sonra, uğur əldə edəndən sonra kumirini əzməyə çalışırlar. Onu bəyənməməyə çalışırlar ki, mən ondan daha yaxşıyam. İndi özünü də ona görəndə ayağa dururam. O gələndə məsələn, durum Şəfə xanım necəsiz? Yəni özü tanıyır şəxsən mən. Şəfə xanım necəsiz falan. Ondan sonra məsələn mənim müəllimlərim olub, hansı ki məni öyrədiblər də bu işə 2 il. Yəni hər yerdə onların adını çəkim. İlk olub İlahi Hacıyeva, onu da hamı tanıyır. O da çox məşhurdur. Daha sonra Günel Malik, yəni mənim müəllimim olub, sırf mənlə məşğul olub. Həmişə məni itəlib ki, məsə elə. Mən də çox düşdüyüm olub da, demişəm ki, yox, eləyə bilmərəm, alınmaz, mən müştəri işləyə bilmərəm, heç kim makyaj eləyəməm. 2 il bir insanın yanında dayanmışam və mən müştəri işləməyə heç vaxt ürək eləməmişəm də, qorxmuşam ki, narazı gedər, bir şey olar. Yəni bu psixoloji bir şeydir. Sən yəni tanımadığın bir insanı özəl gününə hazır edirsən və bu məsuliyyətdir. Hələ orada bir də bilirsən hansı məqam var. Dəfələrlə atanız tərəfindən eşitmisiniz ki, səndə alınmaz. Səndə alınmaz. O da beynimin bir küncündə təbii ki, o məni orada qurdalayır və düşünürsən ki, eləyə
bilmərəm də. Mən ilk müştərim hələ də mənim, yəni artıq gör neçə ildir müştərimdir də. O mənə yazılanda mən özüm şokdaydım. Dedim ki, siz dəqiq mənə yazılmaq istəyirsiniz. Deyir ki, hə. Deyirəm ola bilməz. Siz yəqin Günel xanım yazılmaq istəyirsiniz. Mənə yazmısınız belə. Mən sizsiniz. Deyirəm ki, bəli mənəm. Nəsə gəldim, mən onu makyaj elədim. Getdik. Gedəndən sonra mənə yazdı. Deyir, o qədər tərəddüdsüz ki, özünüzə qarşı. Mən gələndə fikirləşdim ki, mən görən kimin yanına gedirəm. Görən düzgün seçim eləmişəm. Elə bilmir ki, məni nə günə qoyub buraxacaqsınız. Deyirəm, necə gözəl makyaj elədiniz məni. Yəni mən də artıq oradan sonra başladı. Ki mən özümə güvənməyə başladım. Dedim, "Vəsə, məsəl eləyə biləcəksən." Yavaş-yavaş. Düzdür, onda mənim məhsullarım falan yox idi demək olar ki, bir dənə köməkçi pulumu aldığım Hudanın ilk tempaletivi indi o əzizləyib saxlamışam. Həmişə stolumun üstündədir. Həmişə ona baxıram və keçmişimi yadıma salıram ki, mən hardan gəlmişəm, hara gəlmişəm. Onu heç vaxt unutmaq istəmirəm. Çünki elə bilirəm ki, mən onu unutsam artıq mən belə deyək də o ulduzluq xəstəliyinə tutula bilərəm. Yəni insanıq, heç vaxt heç kim deyə bilməz ki, mən bunu eləmərəm. Yox, elə bir şey yoxdur. Yəni ola bilər, mənim də başıma gələ bilər. Amma o şey həmişə mənə xatırladır ki, məsələn sən hardan gəlmisən? Bax, gör, necə əziyyətlərdən keçmisən və yoluna davam elə. Mən məsələn heç kimlə konkurent deyiləm, heç kimlə rəqabət aparmıram. Heç bir məsələn vizajist deyə bilməz ki, Məsiməm haqqında falan şey deyib, məndən şeydir, yarışır. Əsla, heç vaxt. Çünki mən həmişə düşünmüşəm ki, yəni hər kəsin ruhsunu Allah özünə görə yetirir. Onun da, mənim də, bir digərinin də. Yəni mən onunla belə deyək də savaşmaqda nə qazana bilərəm? Heç nə. Boş vaxt itkisi. Ona ayırdığım itkində özümə xərcləyərəm, daha da yuxarı qalxaram. Yəni mənim məqsədim sadəcə olaraq bu. Ona görə bütün kolleqalarımla da normal münasibətim var. Kimi şəxsən tanıyıramsa görürəndə də çox normal münasibət bəsləyirəm. Tanımadığım insan haqqında da yəni heç vaxt durub demirəm ki, deyirəm ki, çox gözəl əl işi var. Həqiqətən də çox bəyənirəm, əladır. Yəni işində də uğurlar bu qədər. Yəni bəlkə də belə pis çıxmaz deməyim. Yəni insanam ki, heç kəslə düşmən deyiləm o yəni bu sferada da. Bəlkə həmişə belə olsun. Çox normal münasibət bəsləyirəm hamısına. İş nə qədər zövq versə də, hər işin bir stressli tərəfi var. İnsanın o insan tərəfini yoran bir məqamı var. Sonra şəxsi problemlər olur ki, insana üst-üstə gəlir. Oradan necə çıxırsınız? Ondan da mı özünüzü işə verirsiniz? Mənim ən pis cəhətim odur. Özümdə onu yəni itirə bilmirəm. Yəni mən çox depressiv insanam, balıq bürcəyəm, çox duyğusalam. Yəni mən ən xırda şey belə, yəni təsir altına sala bilər də. O qədər böyük şeyləri atladaram, amma xırda bir şeydə partlayaram. Bax mən oyam həqiqətən də. Yəni çox şey üstünümü alaya biləcək adamım. Səbir edirəm, amma elə bir xırda şey, elə bir nüans olur ki, mən orada şey demişkən belə anamı atamı da tanımıram. Bağışlaya bilmirəm. O şey keçə bilmirəm o şeyi demə. Orada da yəni depressiyaya düşmə anımda da yəni sadəcə olaraq özümü gecə-gündüz işə verirəm. Elə olub ki, mən 3 gündən yatmamışam, ancaq iş görmüşəm. Çəkiliş eləmişəm, ora qaçmışam, bura qaçmışam. Beynimi o qədər planlamışam, kodlamışam ki, bunu eləməliyəm. Hər şeydə bir-birinin dibinə salmışam. Ki sırf mənim beynim məşğul olsun. Əgər mənim beynim məşğul olmasa, həmin an mən gedib intihar belə eləyə bilərəm. Yəni mənim beynim odur. Hərdə mənə dostlarım deyir ki, sən çox takıntılısan. Deyirəm, bu takıntı deyil. Mənim də xarakterim yəni budur da. Mən də belə insanam. Yəni depressiyaya çox tez düşürəm. Yəni 2 gün məsələn gərək ağlayım, yorğanın altında yatım. Sən məni tanıyırsan zaten. Elə. 2 gün gərək yatım yorğanın altında, biraz özümü eləyim. Bərpa eləyirəm. Səhər elə dururam ki, heç nə olmayıb axşam. Gedirəm, yenidən işimə davam eləyirəm. Çünki yəni insanlarla işləmək çox çətindir həddən artıq. Nəyisə izah eləmək, nəyisə başa salmaq, nə bilim. İnsanlar da fərqlidir. Fərqlidir. Hər gün bir cür insan görürsən. Gün ərzində məsələn 10 müştəri işləyirsənsə, onun da fərqlidir. Yəni biri yaxşı gəlir, biri pis gəlir, biri yəni psixoloji bir şeydir. Biri məsəl üçün layner çəkirsən, güzgüdə baxır, deyir ki, əylidir. Mən görürəm ki, düz çəkmişəm. Yəni 10 ildir işləyirəm və mən asimetriya xəstəsiyəm. Yəni bir dənə əyri duran bir şey, mən bilirəm ki, əyridir o. Deyirəm ki, okey, düzəldirəm indi. Heç nə eləmirəm. Sadəcə olaraq belə kistivə bir dənə gözünə vururam, çəkirəm. Deyirəm bir də indi baxın belə, eyni oldu. Psixologiya. O şey mən insanların psixologiyasını öyrənmişəm ki, yəni bunu ancaq belə başa çıxmaq olar da. Yəni başqa cür mümkün deyil. Yəni mən yoxsa hər dəfə o lineri silsəm, çəksəm, yəni mən dəli olaram. Və yaxud da sporlaşsaz hara aparacaq? Hara qədər gedə bilərəm. Sadəcə olaraq psixoloji bir dənə onu toxundururam, ora heç nə eləmirəm, amma heç o lineri o şeyə batırmıram belə. Sadəcə bir dənə kisti belə vururam. Sən bir dənə baxın, görün məncə indi eyni oldu. Belə indi eyni oldu. Durur az şəkildə gedir, yenidən geri dönüş eləyir. Yəni insanlar çox fərqli insanlar var həqiqətən də. Bəs belə bir şeydə soruşmaq istəyirəm. Dediniz depressiya meylliyəm.
Amma qısa müddətli olur belə başa düşdüm sizin depressiya. Uzun da olan da olur. Baxır da indi mövzuya görə dəyişir. Vəziyyətə görə. Amma ətrafınız da çox genişdir. İnsanlarla doludur. O deyir insanlar içində özünü tənha hiss eləmək. Bu yəqin ki, sahib bir cümlədir. Mən depressiya düşəndə yoxa çıxıram. Biraz yoxa çıxıram. Özümü əl almağa çalışıram. Çünki mən belə deyək də içimdə yaşadığımı nə qədər adama izah eləyə bilərəm. Və mən bilirəm ki, mənə onsuz da başa düşməyəcəklər. Ən yaxşı halda deyəcəklər boş ver. Hə, eynən. Ən yaxşı. Çünki denəmişdim də olub da məsələn danışmışam ki, falan şeyə görə depressiyadayam. Belə ay qız keçib gedəcək, narahat olma. Bu nədir dərd edirsən? Özü cəmaatın millərin xəstəliyi var. Okey, bu mən də başa düşürəm. Yəni çox ağır dərdləri olan insanlar da var. Amma bu da mənim üçün, yəni bir problemdir. Mənim beynim üçün, psixologiyam üçün, nə bilim sağlamlığım üçün. Ona görə artıq o şeyləri belə deyək də boş vermişəm. Bu son 4 ayda ümumiyyətcə fikirləşdiyim yeganə şeydir ki, belə deyək də həyat nəyisə ertələmək üçün çox qısadır həqiqətən də. Yəni anı yaşamalısan. Anı yaşamaqdır. Bu gün mən bu çayı içməliyəmsə, bunu gedib içəcəm. Və yaxud da bu gün mən falan yerə getməliyəmsə, bu nə olur olsun, mənim qabağıma heç nə ala bilməzlər. Məsələn, siz məni bugün bura dəvət elədiniz podkastda. Mənə bayaqdan oturduğum adamlar öldürürlər ki, ləğv elə sabah gedərsən, bir gün gedərsən falan. Yox, mən bura gəlmək istəyirəm. Yəni içimdən bunu istəyirəmsə, mən bunu eləməliyəm. Sonraya saxlamaq. Hə, istəmirəmsə də eləməyəcəm. Amma əvvəl belə deyildi. Yox düyməm məndə yoxdur, işləmir. Yəni mən heç kəsə yox sözünü deyə bilmirəm. Mən biri deyir ki, gəl gedək falan yerə. Mənim burada işim var. Yəni çox vacib və mənə xeyirli bir işdir. Amma onun işi sadəcə olaraq onunla gedəcəyim bir yerdə. Harasa gedir və mənim yanında yoldaş kimi istəyir də. Yəni mən o işimi atıb onun yanında gedən adamım. Hələ də. Hələ də var, amma azaltmışam. Biraz azaltmışam. Yəni yavaş-yavaş belə deyək də həyat təcrübələrinə, biraz çırpıla, döylə həyat tərəfindən biraz azaltmışam. Amma əvvəl bu hədsiz çox idi, hədsiz aşırı idi. Mən çox özümdən ödün verən insanam. Yəni çox fədakarlıq eləyənəm. Bu da necə? Bu mənim vicdanımla bağlı bir şeydir. Eləməyən də sonra mən onun bir ay vicdan əzabını çəkirəm. Ki mən bunu niyə eləmədim? Məsələn, Fidan xanım məni çağırdı. Mən dedim ki, yox gəlmirəm. Gedə bilərdim də, yəni gəlmirəm və mən otururam bir ay onu fikirləşirəm. Onun fikrini çəkirəm ki, gərək gedərdi. Sən niyə belə elədin? Sən və yaxud da bir mövzu olur, dalaşırsan, söhbət edirsən, sən ayda mən o sözü orada niyə demədim? Və mən oyam. Gecə oturub onu fikirləşirəm ki, bax gərək bunu deyərdin, onu sübut eləyərdin ki, əslində belə deyib belədir. Amma mən o anda onu deyə bilmirəm, danışa bilmirəm. Mənə ağlamaq tutur. Ona görə heç kəslə mən üzbəüz belə deyək də mübahisə eləmirəm qəti surətdə. Hə, mən ancaq telefonla yaza bilərəm. Yəni kimlənsə üzbəüz mübahisə eləyim, dalaşıram. Belə bir şey mümkün deyil. Çünki sözlərimi ifadə eləyə bilmirəm. Başlayıram ağlamağa. Orada deyəcəyim şeylər də yadımdan çıxır. Haqlı olduğu yerdə haqsız duruma düşürəm. Ona görə də heç nə eləmirəm. Sakitcə həmin yerdən uzaqlaşıram ki, qoy gedim qıraqda. Sözümü yazım. Sözümü deyəcəm. Amma bunlar yəqin ki, bilirsiniz ki, bir travmanın nəticəsidir. Yəni bu sadəcə xasiyyət deyil. Amma bunları qəbul eləmiş kimi görürəm. Artıq hə. Yəni bundan sonra belə deyək də nəyi dəyişə bilərəm? 33 yaşım var. Yəni bu günə kimi dəyişə bilməmişəmsə bir çox xasiyyətimi. Düzdür, hardasa indi bəzi nüanslar var ki, özümü belə deyək də mən özümü yenidən yaratmağa çalışmışam bir neçə müddətdir. Yəni əvvəlki məsi yoxdur. Biraz da yox, belə deyək də 50% dəyişib. Çünki əvvəlki məsi olsaydı amma bu çox hər şey hiss başqa olunur. cür olardı. Bilirsiniz, mən izləyirəm sizi, bilirsiniz, münasibətimiz də var. Hətta paylaşımlardan da görünür. Yəni o hava hiss olunur. İnsan ümumiyyətlə düşüncəsi dəyişəndə, həyata baxışı, özünə münasibəti dəyişəndə, mən düşünürəm özünüzə münasibətim dəyişib. Daha çox özümə dəyər verməyə başlamışam. Öz istəklərimi yerinə yetirməyə başlamışam. Yenə deyirəm də nəyisə ertələmək üçün görürəm ki, məsələn qəzaya düşmüşdüm keçən il dekabr ayında və onda mən başa düşdüm ki, yəni mən oradan sağ çıxmaya bilərdim. Mən həmin günü gəldim, məsələn uşaqlarımı qucaqladım, yatdım və o anda fikirləşdim ki, mən bu gün yəni burada yox, torpağın altında ola bilərdim. Amma hal-hazırda mən sağam, şükür Allaha. Yəni o cür yəni çox pis bir qəzadan sağ çıxmışamsa, salamatam, tək parçayamsa, yəni bu deməkdir ki, yəni sən özünə dəyər ver. Yəni Allah səni ikinci dəfə həyata qaytarıb ki, sən artıq özünə yönələsən, özün üçün nəsə eləyəsən, bəsdir. Artıq qırağı qoy qırağa. Qıraq öz yerində, dostlarımdır, tanışlarımdır. Okey, yenə də əlimdən nə gəlirsə eləməyə çalışacağam, amma həddində və yerində. Yəni özümü arxa plana salmamaq şəklində. Bir insan bunu dərk etməsi artıq böyük bir addımdır. Biraz gec. Niyə gec ki, məncə? Biraz gec. Biz özümüzü qınayırıq buna görə həmişə, amma
Neçə yaşda olmalı idi bu? 28-25 yaşda olası değildi ki. Yəni insan nə vaxt müdrikləşə bilər? Yəqin ki, bir həyat yaşamalıdır, bir şeylərdən Daha keçməlidir. tez yaşda, amma yəni bunu bacaran insanlar da vardı. Yəni görmüşük ətrafımızda. Daha tez eləyə bilərdim. Yəni bunu Məncə bilirəm. insan özünü buna görə qınamamalıdır. Çünki ömrün sonuna qədər müdrikləşməyən insanlar da var. Hə, o da var, amma insanlar. daha tez də məsələ ola bilərdi. Hardasa yenə deyirəm də son 4 ayda artıq düşünürəm ki, məsəl özünü yenidən yaradır. Yavaş-yavaş, asta-asta, pillə-pillə özümə odaqlanıram və düşünürəm ki, mənim 2 övladım var. Yəni mən yaxşı olmalıyam ki, onlar yaxşı olsunlar mənə baxıb. Yəni mən belə deyək də pis olsam, nə bilim xəstə olsam, yəni hər gün depressiv olsam, yəni onlar baxıb nə görəcəklər? Mamamız bütün gün ağlayır. Uşaqlara deyir xoşbəxt ana lazımdır. Eynən. Bir də bununla bağlı bunu da deyim ki, daha doğrusu bu mövzu ilə bağlı biz bəzən deyirik ki, daha tez ola bilərdi. Kimdəsə daha tez oldu. Gəlin unutmayaq ki, onların şərtləri də başqadır. Məsələn, bəlkə onlara daha çox dəstək olan insanlar var. Bəlkə onlara əksinə daha çox həyat zərbələri endirib. Yəni insanların yaşantıları fərqli olduğuna görə özümüzə o şansı verək ki, bu yaşda da biz nələrsə dəyişə bilərik, dərk eləyə bilərik. İstənilən halda məncə yaxşı tərəfə dəyişmək gözəl bir şeydir. Və son olaraq da bu sual vermək istəyirəm ki, sizin başqalarına nümunə olmaq kimi bir iddianız varmı, bir həvəsiniz varmı? Nümunə olmaq, valla Və yaxud kumir olmaq. düşünməmişəm. Ola bilər. Yəni bəlkə kiməsə kumirəm, bəlkə ola bilərəm. Yəni bəlkə hal-hazırda da var. Yəni məsələn bunu mənə deyən adamlar olub, deyən gənc qızlar olub ki, mən istəyirəm ki, sizin kimi olum, make-up artist olum, nə bilim məşhur olum və yaxud da tanınım və yaxud da sizin kimi səmimi olum. Belə bir şey olub, amma bunu mən yəni çox da belə kumir kimi saymıram. Sadəcə olaraq insan olur da özənirsən, özənmək kimi. Necə ki məsələn mən Şəfəqə özənirdim, eyni şəkildə, amma mən Şəfəqə həqiqətən özümə bir şey, yəni kumir seçmişdim ki, mən onun kimi olmaq istəyirəm. Yəni onun işləri kimi işlər görmək istəyirəm, çəkilişləri kimi bir şeylər eləmək istəyirəm. Amma yəni düşünmürəm. Yəni mənim həyatım kiməsə belə deyək də nümunə olacaq dərəcədə də ideal deyil. Yəni bəlkə də heç istəmərəm ki, yəni belə deyək də görünməyən tərəfi var həyatımın, bir də görünən tərəfi var. Düzdür, mən Instagramda maksimum nə varsa onu paylaşmağa çalışıram. Yəni olmayan şeyi paylaşmağa çalışmıram da. Yəni əgər pisəmsə mən bunu bəlli eləyəcəm. O deyirləri neqativi tökdün. Yəni elə bir şey yoxdur. Yəni mən neqativ ola yalandan sizə özümü pozitiv göstərə bilmərəm də. Yəni mən bu gün kefsizəm, mudum yoxdur. Məsələn mən 10 gün Instagramdan yoxa çıxa bilirəm, heç nə paylaşmıram çünki mudum yoxdur. Və orada bəzən düşünürəm ki, mən bunu ötürmək istəmirəm izləyiciyə ki, niyə desin ki, niyabatını tökdü. Bizi yordu. Bakıda demiş, bizi yordu, niyabatını tökdü. Amma yəni daha çox mən nə varsa hamısını paylaşmağa çalışıram gün ərzində. Nə etdim, hara getdim, nə iş gördüm. Məsələn, bu gün çox yoruldum. Amma bəzən olur ki, yorulmadım, yaxşı bir gün keçirdim. Yəni bunları zaten paylaşıram. Amma bunun görünməyən tərəfi də var bu həyatın. Yəni bir özəl hissəsi göstərə var. bilmədiyim özəl tərəfləri var ki, yəni o tərəflərini istəmərəm ki, kiminsə həyatına belə deyək də bu barədə yəni yön verəm və yaxud da kumir olam, ehtiyac yoxdur yəni. Heç arzulamıram da. Yəni çünki o tərəfləri heç yaxşı deyil. Yəni o tərəfləri məni yora-yora belə deyək də bura gətirdi, çıxartdı. Amma heç bir istəmərəm xanım o cür yorula gəlib özünü yenidən yaratsın. Yəni buna gərək yoxdur. Başa düşdüm. Yəni dəyməz deyə mi düşünürsünüz yoxsa? Dəyməz. Ümumiyyətcə mən düşünürəm ki, insan qadın kişi fərqi yoxdur. Yəni burada mən belə deyək də feminizmi yönləndirirəm də. Yəni mənim üçün hər iki tərəfdə eyni standart şəkildədir, 50-50. Yəni istər qadın olsun, istər kişi olsun, hər iki tərəf hardasa yanıla bilir, hansısa bir mövzuda fərqi yoxdur. Ailə olsun, dostluq olsun və bunun üçün də yəni özünü qaldırmalıdır, özünü yaratmalıdır və hər şeyi boş verməlidir. İstər kişi olsun, istər qadın. Yəni elə qadınlar da var ki, yəni kişiləri belə deyək də incidə bilən və yaxud da nə bilim onların psixologiyasını poza bilən bu danılmaz bir faktordur. Eyni şəkildə də qadınlara aiddir. Elə kişilər var ki, qadınların psixologiyasını və yaxud da özgüvənini əzir, sındırır. Yəni bu şeylər çox önəmlidir insan həyatında. Belə deyək də mənə kimsə durub deyəndə ki, bizə mənfi rəy gələndə, məsələn, sənin burnun əyridir, body shaming eləyirlər çox vaxt insanları, niyə belə arıqsan, niyə belə köksən? Yəni bu
bunu daha çox qadınlar eləyir əslində. Mən hələ indiyə qədər hansısa bir kişidən belə bir söz eşitməmişəm. Desin ki, nə gündəsən, misal üçün, və yaxud da sən niyə bu qədər köksən, niyə bu qədər arıqsan. Ən çox bunu qadınlar eləyir. Yəni bizdə cəmiyyətdə belə sözümün də pis çıxmasını düzgün anlayın. Bizim düzə düşmək lazım deyil. Yəni bizim düşmənimiz biz özümüzük. Biz sevirik bunu. Ki, hə, Təəssüf. bunu ötürək ki, ay sən niyə beləsən, sən niyə belə pissən falan filan. Yəni bu şeylər yaxşı bir şey deyil. Hər kəs özündən barışmalıdır. Mən kökəm, okey, bu mənə qəbuldur. Mən arıqam və yaxud da mən çirkinəm, mən gözələm. Çirkin qadın zaten yoxdur. Həmişə deyirəm. Sadəcə olaraq baxımsız insan var, baxımsız qadın var. Onu da qısa bir şəkildə izah edib onu yönləndirə bilərsən. Məsələn, mən əvvəl heç bu qədər bəzənib düzənmirdim. Çox da make-up artistim. Mənim make-upla görmək mümkün deyildi. Və anam danlayırdı ki, ay bu o qədər adamlar arasına çıxırsan, üzvü arada bir şey çək. Yəni sənin əlinin altındadır da bunlar da. Mən eləmirdim. Sonra yavaş-yavaş düşündüm ki, niyə də eləmirəm? Yəni mən cəmiyyət içinə çıxıram, 3 dənə adam tanıyır məni. Nə bilim, 20-si görəndə biri şəkil çəkdirir misal üçün. Yəni var da bu kütlədə. Yəni mən niyə onların qarşısında pis və solğun görünməliyəm ki? Və mən bunu dərk elədim. Bunu mənim kimi bütün özünə baxmayan xanımlar hər bir dərk eləyə bilər. Yəni bir tonal krem alıb bir pudra çəkmək üzrə çətin bir şey deyil və deyək ki, imkan məsələsinə gəlsək, yenə də. Biz hər şey imkan tapırıq. Hər şey mümkündür. Qadın böyük qüvvədir. Hər şey eləyə bilər. Sadəcə olaraq yetər ki, istəsin. Bəs son olaraq nə demək istəyirdiniz? Demək istədiyiniz bir şey varmı kütlənizə? Demək kütlənizə, insanlara, baxanlara demək istədiyiniz bir şey var? Demək istədiyim odur ki, yəni hər kəs pozitiv olsun, pozitiv düşünsün, bu qınaqlar azalsın, nə bilim. Yəni mən bu ortamda olduğuma görə, yəni çox görürəm də ətrafda gələn qınaqları, nə bilim, o sözləri, o nifrəti, kini həqiqətində. Yəni heç istəmirəm belə bir şeylər olsun. İstəyirəm ki, hər kəs bir-birinə xoş söz desin də. Yəni məsələn mən sizi görürəm, deyirəm ki, nə gözəl saçlarınız uzundur. Bayaq yəni kompliment elədim. Mən adi hardasa bir molda falan gəzəndə gözəl qız görəndə mən ona həsrətlə baxıram, nə gözəl qızdır. Yəni gedib deyirəm də hətta, deyirəm siz nə gözəlsiniz, necə gözəl və yaxud da geyinmisiniz. Yəni bunu demək çətin bir şey deyil. Biz bir prank kimi bir şey eləmişdik dostum Ayazla. Dedik ki, gəl düşək Targovaya və getdiyimiz yerdə hansısa bir xanıma deyək ki, siz nə gözəl görsənirsiniz də. Yəni biz onu elədiyimizə peşman olduq. Hamı bizə dəli kimi baxırdı. Mənə görə niyə bu söz dedi? İnsanlara o qədər bu şey deyilməyib, aşılanmayıb ki, kimsə xoş söz deyəndə onlara qəribə gəlir. Baxırlar ki, görəm mən hansı niyyətlə dedim. Niyyətə, yəni mən sənə sadəcə olaraq belə deyək də kompliment deyirəm də və səni elə görürəm. Gördüyüm üçün deyirəm. Ona görə demək istəyirəm ki, yəni hər kəs bir-birinə kompliment desin, nə bilim, bir-birini sevsin, bir-birinin işinə hörmət eləsin, yəni bir-birini vurmasın, vurmağa da çalışmasın. Yəni əksinə dəstək olsun. Çünki mən yenə də deyirəm, mənim olduğum yerdə başqası da ola bilər. Hamı ola bilər. Sadəcə olaraq, yəni əgər paxıllığı, kini, nə bilim, nifrəti qırağa qoysalar, yəni hər kəs o yerə gəlib çata bilər. Amma ki, oradakı həsəd var, yaxşı mənada yox, pis mənada. Yəni o heç vaxt mümkün olmayacaq. İnsan elə qaldığı yerdə sayacaq. Davam edəcək. Eynən. Sadəcə sevgi dolu qalsın. Çox önəmli cümlələrdir. Çox sağ olun Həsib ki, gəldin. Mən təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ ol. Əminəm ki, bu cür səmimi etirafları hər zaman eləmirsən və insanlar bunu dəyərləndirəcək. Hə, və daha yaxından tanıyacaq. Çünki bəzən sosial şəbəkədə məşhur olan insanlara biz bir necə deyim, elektron bir varlıq kimi baxırıq. Amma o tərəfdən baxanda ki, o da insandır. Onun da gündəlik rutini var, uşağı var, ailəsi var. Çox çətinlikləri var. Yəni hər kəs üzrəm sözünüzü kəsirəm. Hər kəs siz nə düşünür? Düşünür ki, bu insan məsəl üçün də deyək ki, blogerdir. Ancaq onunla məşğuldur. Gedir restorana falan şey çəkir, paylaşır, yedi, içdi. Yəni bu çox qlobal problem bu hal-hazırda ölkəmizdə. Hə, yedi, içdi, onu elədi, bunu elədi. Güya neyinir ki? Okey, bir dənə beyin bundan ibarətdir. Xeyr, neyinir ki deyil. Bunun arxa tərəfi var. O onun işidir. Onunla pul qazanır. Gedir, çəkir, əziyyət çəkir, ora vaxt itirir, nə bilim, şirkətlərlə danışmaq var. O işi təklif edən insanlar hamısı eyni cür deyil. Əlbəttə, yazır, onu çəkir, onun kamerası var, o su var, bu su var, hamını. Yəni o blogerlə də işləyən insan oradan çörək yeyir. Yəni bunu düşünmək lazımdır. Sadəcə olaraq yəni qıt düşüncəli olmaq və sadəcə olaraq ancaq şey eləmək, yəni nifrət, negativ yükləməyə ehtiyac yoxdur. Yəni bu tərəfin fikirləşəndə mütləq o tərəfində fikirləşmək lazımdır. Ona görə həmişə deyirəm ki, çox xahiş edirəm bizim insanlardan, xüsusilə gənc qızlarımızdan ki, yəni belə deyək, anlayışlı olun. Yəni empati qurmağı bacarın. Sadəcə olaraq budur mövzu. Empati qursaz inanın ki, yəni hər kəsin işi gözəl gedəcək. Heç kəs heç kəslə belə didişməyəcək. Yəni. Elədir. Həqiqətən də elədir. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox danışdım biraz. Çox xoş idi. Yenə görüşərik inşallah. İnşallah. Təşəkkürlər.